Real Azərbaycan səhifəsinin izləyicilərini salamlayıram. Biz hal-hazırda Xaçmaz rayonu Seyidlər kəndindəyik. Seyidlər kəndi Quba şəhərinə yaxın yerləşir. Bu kənddə 1 hektar 22 sot sahədə gilas bağı satışa çıxıb. Gördüyünüz kimi ağaclar hamısı böyükdür, məhsuldardır. Bağa qarşı tərəfində göl salınıb, motorxanası da var. Suvarma sistemi çəkilib. Gördüyünüz kimi sizə onları göstərim. Vaxtı-vaxtında sulanılıb, ağaclara qulluq olunub. Gilas bağına maraqlananlar bizimlə əlaqə saxlaya bilər. Ağacları biraz da yaxından sizə təqdim edeyim. Gördüyünüz kimi ağaclar böyükdür. Və bir də bildirim ki, bu bağda təxmini 4-5 çeşiddə gilaslar var.